Hal-hazırda biz Bakının Binəqədi rayonunda yerləşən İdrak liseyinin qarşısındayıq. Bugün səhər saatlarında İdrak liseyində dəhşətli bir hadisə baş verib. Şagird öz müəllimini, İdrak liseyinin müəlliməsi Şəhla müəlliməni, riyaziyyat müəlliməsini odlu silahdan açılan atəşlə və hal-hazırda müəllimə ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Yeniyetmə isə 10-cu sinif şagirdidir və yeniyetmə hal-hazırda saxlanılıb, faktla bağlı araşdırma aparılır. Doğrudan da bu dəhşətli bir hadisədir və biz inanırıq ki, tez bir zamanda bu hadisənin niyə və hansı səbəblərdən baş verməsi aydınlaşdırılacaq. Məktəbdə isə bütün valideynlər hal-hazırda övladlarını məktəbdən evə aparırlar. Məktəbdə çox belə təşvişli bir hadisədir. Əslində bu hadisə bugün səhər saatlarında doğrudan bütün Azərbaycanı sarsdı və bizim hər birimiz bu hadisədən çox böyük narahatlıq və təşviş içərisindəyik. Bilirəm sizdə necə rəftar? Bence çok hoşuma gitti. Hiçbir şey falan yok.